Tovuz rayonunun Düzcürdaxan kəndində sakinlər illərdir içməli su problemi ilə üzləşirlər. Onların sözlərinə görə qonşu kəndlərə su xətti çəkilsə də, Düzcürdaxan kəndinə hələ də su verilməyib. Sakinlər bildirirlər ki, illərdir bir maşın su alaraq tələbatlarını ödəməyə çalışırlar. Lakin bu həm maddi baxımdan çətindir, həm də alınan su uzun müddətə çatmır. Kənddə 3470 nəfər əhali və 804 təsərrüfat var. Sakinlər deyirlər ki, artıq 7 ildir suyu kəsilib. Baxmayaraq ki, su xətləri mövcuddur, amma sular gəlmir. Xahiş edirik bizə su versinlər. Məcbur olub su alırıq, o da tez bitir. Maddi vəziyyətimiz ağırdır, içməli su tapmaq çox çətindir. Elə ailələr var ki, 10 tonluq hovuzlarını su ilə doldurmaq üçün 50 manat ödəməli olurlar, deyə kənd sakinləri bildirirlər. Məsələ ilə bağlı regional su meliorasiya xidmətindən verilən açıqlamada qeyd olunub ki, Düzcürdaxan kəndi ərazisində 9 bulaq mövcuddur və hazırda bu bulaqlar vasitəsilə əhalinin su təminatı həyata keçirilir. Bildirilib ki, Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Düzcürdaxan kəndi də daxil olmaqla mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb və bu işlər mərhələli şəkildə həyata keçiriləcək.